Salam, hər vaxtınız xeyir. Bu günləri trigonometri funksiyalar və toplama düsturlarını izah edəcəyik. İlk başlanğıcda radian və dərəcə. Radian və dərəcə ilə biz çevrə dərsində tanış olmuşuq. Bir radian təqribi olaraq 57 dərəcədir. Bunu da 180'ı pi-yə bölməklə alırıq. Yəni 180'ı pi-nin təqribi olaraq qiyməti 3,114'ü buradan alırıq. 2 radian, 3 radian, 4 radian istədikdə isə biz bu yəni dərəcə ilə ifadə eləməyə olanda söhbət ədəd verilərsə gedir. 57 dərəcəyə vuracaq. 4 radian deyəndə 57-ni vuracaq 4-ə. İndi isə pi ilə olan radianlı ifadələrin dərəcəyə çevrilməsinə baxaq. Məsəl üçün verilib pi bölünsün 4. Biz bunu dərəcəyə çevirmək istəyiriksə çox rahatlıqla pi-nin yerinə 180 yazmaqla 180'ı 4'ə bölürük, edir 45 dərəcə. Və yaxud da pi böl 4'ü deməli pi-də 180'də vurmaqla ala bilərik. Amma ən rahatı pi-nin yerinə sadəcə 180 dərəcə yazmalıdır. Məsələn, 2 pi bölünsün 3'dür. 2 vurulsun 180 bölünsün 3 ilə rahatlıqla eləmək olur. Bəs biz dərəcəni radiana necə çevirəcək? Pi böl 180'də vuraraq. Burada 180 böl pi-yə, pi-də yəni 180'da tərsinə olur da. Məsələn, 75 dərəcəni çevirmək istəyirik radiana. 75 dərəcə vurulsun, pi bölünsün 180 dərəcə olacaq. Daha sonra ixtisarımızı aparacaq. Ondan sonra da sürətə məxrəcə vuracaq. Ənənəvi qaydada, yəni ki, ən çox istifadə olunan 0 radian 0 dərəcə, pi böl 6 30 dərəcə, pi böl 4 45 dərəcə, pi böl 3 60 dərəcə, pi böl 2 90 dərəcə, pi 180 dərəcə, 2 pi 360 dərəcə. Ən çox istifadə edəcəyimiz bunlar olacaq. Bir də 3 pi böl 2, yəni 270 dərəcə. Sonra gəlirik rüb bucaqları. Yəni birinci rüb, ikinci rüb, üçüncü, dördüncü rüb. Hansı dərəcələr arasında yerləşir? Diqqət yetiririk. Bir dənə koordinat sistemi çəkirik. Və bunları bilirsiniz ki, yadınızda qalsın ümumiyyətlə, yəni bilənlər var aranızda. Saat əqrəbinin əksi istiqamətində hərəkət müsbət qəbul olunur, saat əqrəbi istiqamətində hərəkət isə mənfi qəbul edilir. Ona görə də 0-dan başlayaraq 0 və bunların hər biri 90 dərəcədir. Çünki bu düz xətlər nədir? Bu oxlar OX oxu ilə OY oxu bir-birinə perpendikulyardır. Və burada 90 dərəcə artır olur 90 dərəcə, daha sonra 180 dərəcə, 270 dərəcə, daha sonra nə? 360 dərəcə. Və nömrələməni də saat əqrəbi əksi istiqamətlə nömrələyir. Birinci rüb, ikinci rüb, üçüncü rüb və dördüncü rüb. Birinci rüb, baxsaq görərək ki, 0 ilə 90 dərəcə arasında. İkinci rüb, 90 dərəcə ilə 180 dərəcə arasında. Üçüncü rüb, 180 dərəcə ilə 270 dərəcə arasında. Dördüncü rüb 270 dərəcə ilə 360 dərəcə arasında olacaq. Bu bizə nə üçün lazımdır? Məsəl üçün, hər hansı bir dərəcə olacaq. Biz orada trigonometri funksiyanın işarəsini təyin eləməliyik. Ona görə də biz nə etməliyik? Burada baxmalıyıq ki, hansı rübə düşür. Və deməli, məsələn, bizə deyir, məsələn, 190 dərəcə. 190 dərəcə hansı aralığa düşür? Bura düşürmü? Xeyr, düşmür. Bura düşürmü? Düşmür. Hansı aralığa düşür? 3-cü rübə düşür. Yəni ki, 180'dən isə 10 dərəcə gəlib, oradan alınıb. Daha sonra bunları bəs saat əqrəbi istiqamətindən nömrələyəndə necə nömrələyəcək? Deməli, saat əqrəbi istiqamətində hərəkət mənfi qəbul olunur və biz deməli, diqqət yetiririk. Birinci rübdə indi mənfi 360 dərəcə, mənfi 270 dərəcə, daha sonra mənfi 180. Bir dəqiqə, bunu başqa bir yerdə qeyd edeyim. Deməli,
Birinci rübdə mənfi 360 qarşı olacaq orada. Deməli, mənfi 360 dərəcə, mənfi 270 dərəcə, üstünə 90-90 gəlir. Mənfi 180 dərəcə, mənfi 90 dərəcə. Birinci rüb baxırıq ki, mənfi 360 ilə mənfi 270 arasında, ikinci rüb mənfi 270 ilə mənfi 180 arasında, üçüncü rüb mənfi 180 ilə mənfi 90 dərəcə arasında, dördüncü rüb mənfi 90 ilə 0 dərəcə arasında. Yəni üstünə 90-90 gələrək saat əqrəbinin nömrələmə ümumiyyətlə saat əqrəbinin əks istiqamətindən nömrələmə olur. Bu da dördüncü rüb. Bizə verilir ki, məsələn, 750 dərəcəni hansı rübə aid olduğunu təyin eləyək. Burada baxırıq ki, 360 dərəcədən böyükdür. Onu da 360-a bölürük. Bizə qalığı lazımdır. 2 dəfə düşür, 720 eləyir. 720 eləyir. Qalığımız nə eləyir? 30 dərəcə. Bizə qalıq olan lazımdır. 30 dərəcə. 30 dərəcə hansı rübə düşür? Birinci rübə düşür. 0 ilə 90-ın arasında olacaq birinci rübdə. Daha sonra trigonometri funksiyaların tərifləri. Trigonometri funksiyalarımızdan bəzilərin keçəcək. Deməli, sinus alfa, kosinus alfa, tangens alfa və kotangens alfa. Birinci gərək sinus alfa nədir? Vahid radiuslu çevrədə, vahid radiuslu çevrə o deməkdir ki, radiusu vahiddir. Vahid nə deməkdir? 1 deməkdir, yəni ki. Radiusu neçədir? Radiusu 1-dir. Yəni ki, bu istənilən çəkəndə, buradan məsafə çəkəndə nə olacaq? 1 olacaq. Deməli. İndi bu koordinatı olur x, bunun koordinatı olur nə? Y. Radius amma nədir? 1-dir. Radius hansı hissədir? Bu hissədir. İndi bizdə sinus alfa. Düzbucaqlı üçbucaqdır bura. Düzbucaqlı üçbucaqda baxın, bura kimi məsafə nədir? Y idi. Bu olacaq Y, bu olacaq sizə nə? X. Sinus alfa nədir? Bu da ki R-dir. Sinus alfa qarşıdakı katet, buranda alfa işarəli. Və burada trigonometri funksiyalarda ölçü, dərəcə ölçüsü necə hesablanır? Deməli, saat əqrəbinin əks istiqamətində baxın bu şəkildə yaxınlaşdırım. Diqqətlə baxın. Yəni belə doğru. Bu formada geriyə doğru hesablanır. Yəni oradan baxırıq ki, iti bucaqdır, yoxsa kör bucaqdır. Buradan baxırıq ki, alfa nədir? İti bucaqdır. Sinus alfa nədir? Qarşıdakı katet bölünsün hipotenüs. Yəni ki, R. R-imiz burada nədir bizim? 1-dir. Vahid radius çevrədə sinus alfa nəyə bərabər olacaq? Y-yə bərabər olacaq. Kosinus alfa nədir? Kosinus alfa bitişik katet. Yəni alfaya bitişik olan katet. Katet 2 dənədir. Burada R-i deyə bilmərik ki, orada katetdir. R hipotenüsdür. X-dir bitişik olan alfaya. Və X-in R-ə nisbəti, R-imiz 1 olduğuna görə kosinus alfa nədir? X-dir. Daha sonra tangens alfa bərabərdir. Qarşı katetimiz Y-dir. Bölünsün bitişik katet. Kotangens alfa isə bitişik katet, yəni X bölünsün Y-dir. Və gəlirik indi trigonometri funksiyanın qiymətlər cədvəlinə. Buna üçbucaqlar dərsində bunu demişik. Sinus 30 dərəcədə 2-də 1-dir. 60 dərəcədə kökdə 3 bölü 2-dir. 45 dərəcədə kökdə 2 bölü 2-dir. Bunu da yadda saxlamanın ən rahat yolu sinus 30, sinus 45, sinus 60, sinus dəqiqə 90, əvvəlində də sinus 0. Hər birinin məxrəcinə 2 yazırıq. Və sürətə 0, 1, kök altında. Kök altında 2, kök altında 3, kök altında 4. Sürətdə kök altında 0, 1, 2, 3, 4. 0 bölü 2 eləyəcək 0,
Birincidən 1 çıxacaq sürətdən. Olur 2-də 1. Burada elə ki 3/6 bölü 2 və yaxud da 1 bölü 2/6 2. Yəni ikisini də yadda saxlayın. Məxrəci ilə sənaqdan azad eləməklə alınır da bu hissə. Bu kökdə 3 bölü 2 olacaq elə. Bu da 2 bölü 2, yəni 1. Kosinus isə bunun yəni ki geriyə doğrudur. Kosinus 90, kosinus 60, kosinus 45, kosinus 30. Bunu biraz aşağıdan yazaq. Kosinus 60, kosinus 45, kosinus 0. Bəs biz bunu necə yadda saxlayacaq? 90-dır, 0-dır. Cəmi 90 eləməlidir. Cəmi 90 eləyirsə bir-birinə bərabərdir. Yəni məsələn kosinus 30 dərəcə, sinus neçədir? Sinus 60 dərəcədir. Bu şəkildə yadda saxlayırsınız. Və bunlar da düzbucaqlı üçbucaqda 30-60 dərəcə üçbucaqlar var idi düzbucaqda. Onların qarşısında dəyişənlərin nisbətlərinə görədir. Deməli, indi gəlirik trigonometri funksiyaların hər birinin ayrı-ayrılıqda baxılması. Ondan əvvəl qeyd eləyək, deməli, sinus 15 dərəcəni, daha sonra sinus 75 dərəcəni, tangens 15 dərəcəni və deməli, kotangens 15 dərəcə. İndi onlar onsuz da birin sinusu yazanda kosinus məlum olur, tangens yazanda kotangens məlum olur. Sinus 15 dərəcə, indi 90-a tamamlamadan ötürü nə çalışmır? 75 dərəcə. Bərabər tangens 75 dərəcə. Bu da kökdə 6 minus kökdə 2 bölüsüdür. Bunların yəni alınma qaydaları var. Sadəcə ola bilər bəzi kitablarda olmasın. Ona görə yəni qeyd edə bilərsiniz. Daha sonra sinus 75 dərəcə bərabərdir kosinus 15 dərəcə. O da bərabərdir bunun pilusuna. Kökdə 6 pilus kökdə 2 böl 4. Tangens 15 dərəcə bərabərdir kotangens 75 dərəcə. Bərabərdir 2 minus kökdə 3 tangens 75 dərəcə kotangens 15 dərəcədir. O da 2 pilus kökdə 3-dür. Diqqət etsək görərik ki, hər ikisində də vuranda 1 eləyir. Baxın, diqqət edin. Bunları bir-birinə vuranda sinus 15-i vuranda sinus 75-ə nə eləyəcək? 6 minus 2 sürətdə yox. Səhv elədim, üzrlü sayın. Bunlarda eləyəcək. Tangensinə, kotangensinə. Çünki tangensinə, kotangensin hasili 1-dir. İndi onu düsturarda dedik. Tangens alfa vurulsun. Kotangens alfa nədir? 1-dir. Üzrlü sayın burada tangensin deməliydim. Səhvən sinussun dedim onu. Onu əsasında yadda saxlaya bilərsiniz. Yəni o onun qoşmasıdır. 2 minus kökdə 3-ün qoşması 2 plus kökdə 3-dür. Sonra gəlirik trigonometri funksiyaların müqayisəsi. Yəni ki, aralıqlarda. Deməli, birinci rübdə 2 yerə bölünəcək. 0 ilə 45 və 45 ilə 90 arasında. Bunu yadda saxlamaq üçün qiymətlərini bilmək kifayət edir. Məsəl üçün, sinusdan kosinusu müqayisə edirik. Sinus 30 dərəcə ilə kosinus 30 dərəcə müqayisə eləmək istəyirik. Və sinus 30 dərəcə nədir? 2-də 1-dir. Bu kökdə 3 bölü 2-dir. Məxrəclər eynidir. Sürətləri müqayisə edirəm. 1 böyüdür, kökdə 3. Təbii olaraq nə böyüdür? Kökdə 3 böyüdür. Deməli, 0 ilə 45 arasında nədir? Kökdə 3 böyük olur. Yəni, kosinus böyük olur. Kosinus böyüdür. Yəni, kosinus alfa böyüdür. Kotangeslə tangens alfanı müqayisə eləyəndə kotangens alfa böyük olacaq. Yəni, belə cütlük işi kimi götürsünüz. Sinus alfa kosinus alfa. Kosinus alfa nə idi? X-dir. Və burada da kotangens alfa və tangens alfa. Bu cür nə götürsük? Birincidə birincilər götürülür. İkincidə ikincilər. Yəni 0 ilə 45 arasında kosinusla kotangens böyüdür. 45 ilə 90 arasında isə sinusla tangens böyük olacaq. Bu yəni ki 2 yerə bölünür və onu da bölünmək kökdə 2 bölü 2 ilə müqayisə edirik də. Çünki kökdə 2 bölü 2 45 dərəcədə bir-birinə bərabər olur. Sinusla kosinus da bir-birinə bərabər olur. Ona görə 2 yerə ayrılır. Orada yəni ki müəyyənləşdirilmir də. Sinus böyüdür, kosinus böyüdür. Onlar bərabərdir. Ondan sonra artıq yəni bir hissəyə kimi kosinus böyük olur. Digər hissədən, həmin o hissədən sonra artıq yəni
böyük olur kosinus. Bərabərlik yaranır. Daha sonra nə edir? Sinus böyük olur. Həmçinin tangensi də. Tangens 45 dərəcədə 1-dir. Həmin deməli 45 dərəcəyə kimi kotangens böyük olur. Daha sonra nə olur? Tangens böyük olur. Sonra deməli bunları dedik. Yəni sinusla kosinusun, tangensin, kotangensin dedik. İndi 0 ilə 90 arasında sinusla tangensin, kosinusla kotangensin müqayisəsində hər ikisində tangenslə kotangens böyük olur. Yəni onda ki 0 ilə 90 arasında sinus 30 ilə tangens 30-u, kosinus 30 ilə kotangens 30-u müqayisə edə bilərsiniz. Daha sonra keçək ayrı-ayrılıqda trigonometri funksiyaların hər birinə. Y bərabərdir sinus x funksiyası. Səliqəli yazaq. Sinus x. Deməli, və yaxud da sinus alfa. Sinus alfa, deməli, işarələrin təyininə gəldikdə, biz, deməli, sinusa nə dedik? Y dedik, baxın, görürsünüz. Kosinusa nə dedik? X dedik. Baxın, Y hansı istiqamətlərdə müsbətdir? Bunlarda rüblərdə qeyd edək. 2-ci rüb, 3-cü rüb, 4-cü rüb. Yəni, harda Y yuxarıdadır? 1-ci, 2-ci rüblərdə. Ona görə də sinus nədir? 1-ci, 2-ci rübdə müsbətdir. Harda mənfidir? Harda aşağı hissəyə olub? Yəni ki, baxın, buna diqqət etirin. Bax, görürsünüz, burada nədir? Yuxarıdadır. Burada nədir? Aşağıdır. Lift kimi düşünün. Yəni, liftin yuxarı hissəsi müsbətlər, müsbət mərtəbələr, aşağı hissəsi isə mənfi mərtəbələr qəbul olunur. Və bura başlanğıcda, hesablama başlanğıcı, koordinat başlanğıcda. Sıfırdan yuxarılar müsbət dərəcə edir. Müsbət 1, müsbət 2. Aşağıda isə mənfi 1, mənfi 2, mənfi 3. Sıfırdan sağ tərəfdə müsbət gəlin. İndi x-darımız bunun sinusun müsbətləridir, kosinusun da müsbətləri həmçinin. 1-ci, 4-cü rüb, mənfilər də 2-ci, 3-cü rüb. Yəni, koordinat sistemi çəkməklə və yaxud da gözünüzün qarşısına gətirməklə çox rahatlıqla bilə bilərsiniz ki, hansı funksiyanın işarəsi nədir? Deməli, sinus 1-ci, 2-ci rübdə müsbətdir, 3-cü, 4-cü rübdə nədir? Mənfidir. Və gəlirik bunun təyin oblastına. Təyin oblastı bunun mənfi sonsuz, müsbət sonsuzluqdur. Yəni, bunun qrafiki indi çəkək. Y, x. Bu sinus x funksiyasının qrafikidir və təkrarlama prosesi gedir burada. Periodik funksiyadır. Deməli, baxırıq ki, sağa doğru, sola doğru istənilən qədər uzana bilir. Yəni, bu sonsuz şəkildə uzanır. X nə idi? Təyin oblastı idi da. Yəni, sağa doğru da, sola doğru da istənilən qədər uzana bilirsə, bunun təyin oblastı nədir? Mənfi sonsuz, müsbət sonsuzluqdur. Amma yuxarıda müəyyən sərhəddə kimi artır, ondan sonra azalır. Aşağıda da həmçinin müəyyən bir hissəyə kimi azalır, ondan sonra artır. Bunun ən böyük qiyməti 1-dir. Ən kiçik qiyməti isə mənfi 1-dir. Ona görə bunun y-fi nə olacaq? Mənfi 1, 1 arasında olacaq. Daha sonra tək funksiyadır. Yəni ki, mənfini qarşıya verir. Verəcək sinus mənfi 30 dərəcə. Olacaq nə? Mənfi sinus 30 dərəcə. Çünki orada diqqət etirsək, baxın, burada. Deməli, sinus 30 dərəcə burada, düzdür? Mənfi 30 dərəcə nədir? Mənfi 30 nə deməkdir? Saat əqrəbi istiqamətində get. Mənfi dərəcə onu dedik də. Dedik ki, saat əqrəbinin əks istiqamətində ölçülmək müsbətdir. Saat əqrəbi istiqamətində ölçülmək isə mənfidir. Mənfi 30 dərəcə nədir? Buradır. 4-cü rübdə sinusun işarəsi nədir? Sinusun işarəsi mənfidir. Bayaqları dedik. Yəni ki, tək funksiyada ümumiyyətlə mənfini qarşıya verir. Biz demişik də, əks ədədlər qoyanda əks ədədlər alınırsa təkdir. Əgər eyni ədəd alınırsa bu cütdür. Deməli, sinus nə oldu? Tək funksiya oldu. Mahiyyəti də onun ibarət oldu ki, sinus nədir? Mənfi 30 dərəcə, mənfi sinus 30 dərəcə, yəni mənfi 2-də 1-dir.
Bunu sizə verəcəm. Məsəl üçün sinus x çıxılsın pi bölünsün 2. Bunu yazacaqsın mənfi sinus pi bölü 2 çıxılsın x. Yəni bu şəkildə bizə onun yerin dəyişəndə mənfini qarşıya verməliyik axı ona görə. Amma bu cüt funksiyalarda bu şəkildə olmayacaq. Kitabınızda da onsuz da qeyd olunub. Sonra dedi ki, periodikdir, yəni dövrüdür. Dövrü hər 2 pi'dən 1 olur. Yəni ki, hər 2 pi'dən 1 eyni qiymət alır. Ona görə də sinus x plus 2pi k bərabərdir nəyə? Sinus x-a. Dövrü nədir? Dövr t ilə işarə olunur və 2pi'dir. İndi gəlir artıb azalmasına. Bizim sinusumuz 1'i nə zaman alırdı? Pi bölü 2'dir. Deməli, bu hissə nəyə bildirir? Pi bölü 2'ni bildirir. İndi baxın, pi bölü 2'ni 2'də 1 kimi düşün. 2'də 1, sonra 2'də 1'in üstünə 2'də 1 gəlir, nə edir? 1, yəni pi. Daha sonra 2'də 1'in üstünə 2'də 1 gəlir. 1 tam 2'də 1, 1 tam 2'də 1. Bu da nə deməkdir? 2'də 3. Yəni 3 pi bölünsün 2. Pi'ni əlavə edirəm. Daha sonra bura nə olacaq? 2 pi olacaq. Diqqət yetirsək, görərik ki, funksiyanın qrafiki harda artıb? 0-la pi bölü 2. 0-la pi bölü 2 nədir? Birinci rüb. Daha sonra ikinci rüb, üçüncü rüb, dördüncü rüb. Artma harda baş verib? 1-də, baxın, artıb. Sonra 2-də azalıb, 3-də azalıb, 4-də nə olub? Artıb. Deməli, 1 4-də nə inib? Artıb, 2 3-də nə inib? Azalıb. Yəni, artma azalma da bu şəkildə müəyyənləşir. Belə də yadda saxlaya bilərsiniz ki, kosinusun müsbət olduğu rüblərdə artır, sinus mənfi olduğu rüblərdə nə olacaq? Azalacaq. Ona əsasən də yadda saxlamaq olar. Artmasının azalmasını da dedik, qrafikini də çəkdik. Sonra gəlir kosinus x funksiyası. Kosinus x funksiyası və yaxud da kosinus alfa. Burada x bizim təyin oblastımızdır. Yenə mənfi sonsuz müsbət sonsuzluqdur və y-fi də sinusda olduğu kimi mənfi 1, 1 olacaq və işarələrini də dedik ki, birinci, dördüncü rübdə müsbət, ikinci, üçüncü rübdə nədir? Mənfidir. Yəni x-imizin sağ tərəfdə yerləşdiyi hissə nədir? Birinci, dördüncü rübdür. Sol tərəfdə isə sol tərəf mənfi kimi qəbul edir də ikinci, üçüncü rübdür. Bu da kosinusun işarələridir. Daha sonra ən böyük qiyməti 1-dir, ən kiçik qiyməti mənfi 1-dir. Və cüt funksiyadır. Yəni ki, mənfini qarşıya vermir. Mənfini yoxa çıxardır. Məsələn, kosinus mənfi 30 dərəcə elə nə deməkdir? Kosinus 30 dərəcədir. Çünki diqqət yetirsək, bayaqları məsəl üçün biz göstərdik sinus da, indi kosinus da. Bu nədir? Müsbət 30'dur. Bu nədir? Mənfi 30'dur. Diqqət yetirsək görək ki, birinci rübdən hara düşdü? Dördüncü rübə düşdü. Birinci rübdə də müsbətdir. Kosinus dördüncü rübdə də müsbətdir. Ona görə də bu cüt funksiyadır. Yəni simmetriyası da ümumiyyətlə simmetriyasına baxılanda, məsəl üçün burada sinusun qrafikini harada çəkmişdik? Bir dəqiqə. Sinusda koordinat başlanğıcları nəzərindən simmetrikdir. Baxın, bura var ha. Bu hissəni saat əqrəbi istiqamətlə fırlatsaq, gəlib bunun üstünə düşəcək. Ona görə bu tək funksiyadır. Tək funksiyanın simmetriyasını demişik də. Cüt funksiyada isə sanki yox, elə yəni ki, həqiqətən də sürüşdürülməsindən alınır. Sinusun sürüşdürülməsindən alınır. Deməli. Qəşəng. 2 dəfə idi ki, çox səliqəli alındı. Bunu yaxşı eləmədi. Bir dəqiqə. Bunu özümüz seçək. Düzəliş eləməsin. Bunun deməli 1'dir bu hissəsi. Bu hissəsi nədir? Mənfi 1'dir və bura x-dir. Bura nədir? Y-dir. Bu da kosinus x funksiyasıdır. Bu funksiyanın digər funksiyadan fərqi sürüşdürülməsidir. Baxın, digər koordinat başlanğıcından keçirdi. Bu isə nədir? Deməli, koordinat başlanğıcından keçmir. Koordinat başlanğıcından keçməni də bilirsiniz də 0 verəndə 0 alsın. Sinusda 0 dərəcə nədir? 0'dır. Ona görə koordinat başlanğıcından keçir. İndi deməli, biri kosinus nə zaman alır? 0'da alır. Bu 0'dır da, yəni ki 0 yenə
pi bölü 2. Bu aralığı nə demişdik? Pi bölü 2 qədər. Daha sonra pi, sonra 2pi. Diqqət yetirin. Pi bölü 2 də 0 olur. Baxın, x oxu üzərində olma nə deməkdir? 0 deməkdir. Pi-də mənfi 1 olur. Baxın, bu hissə. Və 2pi-də nə olur? 0 olur. İndi bunun deməli cütlüyünü dedik. Dövrü də yenə 2pi-dir. Baxın, dövr ümumiyyətlə nə deməkdir? Baxın, burada şəkil harda başlayır? Məsəl üçün, bu hissədə başlayır. İndi bunu göylə işarələyək. Bu hissədə başlayır. Bu əyri nədir? Tamamlanır bu şəkildə. Yəni, bu əyri buracandır. Sonra gəlir, yenə baxın, görün. Yenə buradan məsəl üçün davam edir. Yenə eyni şey olacaq. Həmçinin bu üst tərəfdən də baxsaq. Yəni, ona görə dövrü 2pi-dir. Burada da, baxın, diqqət yetirin, sinusda da dövrü nədir? 2pi-dir. Deməli, pi bölü 2, pi, bizi dəqiqə, burada mən səhv yazmışam, üzrlü sayın uşaqlar. 3pi bölü 2 və bunu da nə? 2pi. 2pi-də 1 alınır, 3pi bölü 2-də 0 alınır. Deməli, artıb azalmasına gələndə azalmağa doğru gedir, sonra yenə azalır, yenə nə edir? Artır, daha sonra nə edir? Artır. İndi diqqət edirək. Azalma harda baş verdi? 0 pi bölü 2 nədir? 0,90 dərəcə nədir? Birinci rüb, ikinci rüb, üçüncü rüb və dördüncü rüb. Azalma 1-2-də oldu. Yəni, sinusun müsbət olduğunda oldu. 3-4-də də nədir? Artdı. Burada indi tərsinədir. Yəni, bayaqları deyirdik ki, kosinusun müsbət olduğu rüblərdə artır, mənfi olduğu rüblərdə sinus azalır. Burada isə sinusun müsbət olduğunda azalır, sinusun mənfi olduğu rüblərdə nə olur? Kosinus artır. Onu əsasən yadda saxlayırsınız. Daha sonra artıb azalmasını da dedik. Qiymətlər oblastında mənfi 1-1-dir və buna aiddir nümunə məsəl üçün kosinus alfa minus x olsa, kosinus x minus alfaya bərabərdir. Yəni, mənfini verməyəcək. Sinusda bayaqlara mənfini verdik qarşıya, kosinusda fərq eləmir. Bunu sanki tək funksiyalarda nə idi? X minus 3-ün məsəl üçün kubu bərabər idi. Mənfini verirdik qarşıya, 3 minus x-in kubu yazırdıq. Amma x minus 2-nin kvadratı və yaxud da x minus 3-ün kvadratı, yəni bu cüt olana nə inirdi? Yerin dəyişsə də qarşı mənfi vermirdi. Bu da bu şəkildə. Tangens və kotangensində izahını birazdan çəkəcəm. Yəni, video çox uzun alınmasın deyə burada saxlayırıq.